Salam, hər vaxtınız xeyir olsun. Bu həftəyə olan rubrikamızla yenidən qarşınızdayıq. Telefon zəngləri, yazışmalar və onlayn görüşlər. Bəli, rəqəmsal ünsiyyət artıq həyatımızın ayrılmaz bir hissəsidir. Bəs bu ünsiyyət zamanı biz etiket qaydalarından istifadə edirikmi? Ümumiyyətlə etməliyikmi? Bu haqda danışacağıq. Bu barədə bizə bəhs edəcək etiket qaydaları üzrə mütəxəssis xanım Zeynalova. Salam, hər vaxtınız xeyir olsun. Salam Aynur xanım. Etiket qaydaları tək masa arxasında deyil, həm də telefon arxasında da mövcuddur. Etiket qaydaları bizim telefon arxasında necə mədəni bir olduğumuzu, qarşı tərəfə necə hörmət etdiyimizi göstərir. Əgər bir nəfər sizə nömrəsini veribsə, tövsiyə olunur ki, ilk öncə mətn şəklində ona yazasınız. WhatsApp üzərində səsli mesajlar haqqında danışmaq istəyərdim. WhatsApp üzərində 10-12 saniyə müddətində səsli mesaj göndərə bilərik. Vacib məsələləri heç bir zaman səsli mesajda göndərmirik. Biz çalışırıq vacib məsələləri mətn şəklində göndərək. Çox zaman insanlar düşünürlər ki, səsli mesaj icazəsiz göndərmək olar. Xeyr, heç bir zaman uzun-uzadı səsli mesajı icazəsiz formada göndərmək etik sayılmır. İş qrupları var ki, orada yazışmalara diqqət etməliyik. Necə diqqət etməliyik? Hansısa şəxsi söhbətləri şəxsidə həll etməliyik. Emojidən, stikerlərdən lazımsız istifadə etməməliyik. Gecə saatlarında iş qruplarına mesaj göndərmədən əvvəl düşünməliyik. Çünki bu etik sayılmaya bilər. İndi çoxumuz onlayn işləyirik. Video zənglər zamanı hansı etiket qaydaları var? İlk öncə danışan zaman mikrofonu yandırıb, danışıb bitirəndən sonra mikrofonu söndürməliyik. Geyimimiz səliqəli olmalıdır. Səssiz mühit seçməliyik. Həm də arxa fon neytral olmalıdır. Əgər kameradan istifadə etməliyiksə, onda danışan zaman kameranı yandırıb, bitirəndən sonra kameranı söndürməliyik. Əgər gecikiriksə, mütləq şəkildə xəbər etməliyik. Sosial mediada davranış qaydaları var. Burada da etiket qaydaları çox vacibdir. Biz çalışmalıyıq ki, kobudluq etmədən qarşı tərəfin sərhədlərini qoruyaraq fikir bildirək. Çünki anonimlik bizim kobudluq etməyimizin bəhanəsi deyil. Sosial şəbəkələrdə birinin şəklini paylaşırıqsa, ondan icazə almalıyıq. Çünki bu qarşı tərəfə olan hörmətimizin əlamətidir. Uşaqların şəxsi olan şəkillərimizi paylaşmadan əvvəl diqqətli olmağınızı tövsiyə edərdim. Çox zaman məndən soruşurlar ki, əgər biri mənə cavab vermirsə, o nəzakətsizlikdir. Əslində cavab verməmək nəzakətsizlik deyil. Çünki hər kəsin cavab vermə tempi fərqlidir. Amma göndərilən mesaja qarşı tərəf geri dönüş etsə, bu daha etik davranış sayılır. Aynur xanım, çox maraqlıdır ki, süni intellektdən istifadə etmə qaydaları var. Süni intellekt bizim yerimizə məktublar yaza bilər, şəkillər düzəldə bilər, amma nəzakət tonunu birbaşa biz özümüz edirik. Texnologiya ünsiyyət vasitəsidir, amma nəzakətli ton, qarşı tərəfə hörmət, mədəniyyət, bunlar əlbəttə insanın birbaşa öz seçimidir. Beləliklə, bu həftəyə olan rubrikamızın da sonuna gəlib çatdıq. Bugün rəqəmsal ünsiyyətdən danışdıq. Rəqəmsal ünsiyyət zamanı hansı etiket qaydalarından istifadə etməliyik, nə kimi qaydaları bilməliyik? Mövzumuz bu idi və bu mövzu ətrafında bizimlə həm söhbət oldu. Etiket qaydaları üzrə mütəxəssis xanım Zeynalova. Ona təşəkkürümüzü bildiririk və növbəti efirlərimizdə, növbəti rubrikalarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.